Uşaqlarda diş qıcama tibdə adı bruksizm. Uşaqlar arasında ən çox rast gəlinən bir vəziyyətdir. Bəzi hallarda bu tamamilə normal hesab olunur, bəzi hallarda isə hansısa bir pozuntunun əlaməti ola bilər. Xüsusilə diş çıxarma dövründə olan uşaqlarda bruksizm tamamilə normal hesab olunur. 3-12 yaş arası uşaqlarda isə bruksizmin ən çox rast gəlmə səbəbi stress və qayğı pozuntusudur. Bruksizm yuxu pozuntusunun, uşaqlarda burun tıxanıqlığının, burun tənəffüsünün normal olmamasının da bir əlaməti ola bilər. Yanlış bilinən inanclardan biri bruksizmin sırf qurd invaziyalarından əlaqəli olmasıdır. Tibbdə isə bunun bir qarşılığı yoxdur. Bruksizmin qurdların səbəb olduğuna dair bir klinik çalışma mövcud deyildir. Və eyni zamanda bruksizm nevroloji xəstəliyi olan uşaqlarda serebral iflic, əqli gerilik, autizm və s. kimi nevroloji xəstəliyi olan uşaqlarda da rast gəlinə bilər. Bəzi hallarda müalicə tələb edir, bəzi hallarda isə müalicə tələb etmir.